Elmin populyarlaşdırılması, əlbəttə ki, Azərbaycanda vəziyyət necədir? Azərbaycanda vəziyyət ürək açan deyil. Mən tələbə vaxtı Laura Fermi, atom bombasının atası sayılan Enrico Fermi'nin həyat yoldaşının bir kitabını almışdım. Kitabın adı Atom bizim evimizdədir. Belə adlanırdı. İndi görün nə qədər vaxt keçibsə, artıq elektron bizim evimizdədir. Elm nə qədər populyarlaşdırır. Və Laura Fermi yazırdı ki, mənim ərim biraz utancaq adamdır, öz elmini populyarlaşdıra bilmir. Qərara gəldim ki, mən populyarlaşdırım. Və ondan sonra mənim elmin populyarlaşdırmasına marağım çoxaldı. Və hazırda kitabxanamda 200-dən çox populyarlaşdırmaya aid bütün elm sahələri üzrə kitablar var və UNEC rəhbəri ilə müraciət elədim ki, elmin populyarlaşdırması mərkəzini yarada. Biz yaratdıq, indi işləyirik. Mən düşünürəm ki, elmin populyarlaşdırması istiqamətində mühüm addımlar atılacaq. Mən çox maraqlı bir, hamı üçün maraqlı ola biləcək bir sitatla deməli, fikrimi davam etdirmək istəyirəm. Cambridge professoru Charles Percy Snow fizikdir. 1956-cı ildə o iki mədəniyyət və iki elmi inqilab adlı bir məqalə yazdı. O məqalə 100 minlərlə istinad olunur və o məqalə, hörmətli Zahid müəllim, indi də oxunulur və bütün cəmiyyətlər üçün eynidir. Charles Percy Snow yazırdı ki, artıq qərb dünyası iki bir-birinə əks barışmaz qütbdə oturuşublar. Qütbün birində humanitarlardır, humanitar elm adamları, qütbün birində isə təbiət elminin adamları. Və çox maraqlı bir ifadə işlədir ki, deyir artıq Dirac, Rutherford və başqaları deyir ki, artıq biz ziyalı deyilik, bizə ziyalı demirlər. Və Şahin bəylə otaqda danışdıq bu humanitarların üstünlüyü barədə cəmiyyətlərdə. Deyir artıq biz fizik və riyaziyyatçılara ziyalı demirlər. Çünki onlar danışır. Və bizim aramızda bir anlaşılmazlıq divarı var. Bu anlaşılmazlıq divarının götürməyin yeganə yolu elmin populyarlaşdırılmasıdır. Və o bir cümlənin də, bir fikri də qeyd edir ki, bu anlaşılmazlıq divarı gənclər arasında isə düşmənçilik və nifrət salıb. Onlar hansısa bir məsələyə elə fərqli yanaşırlar ki, hətta emosional planda belə ümumi dil tapa bilmirlər. Yəni o deyir, sən bunu bilmirsən, bu deyir, sən bunu bilmirsən. Adi anlayışlar var. Məsələn, kvark anlayışını elmi dövrüyə kim gətirib? Joyce, Ulises əsəri ilə. Sonra kvarkın kəşfinə görə Gelman Nobel mükafatı alıbdır. Söhbət ondan gedir ki, elmin populyarlaşdırılması bu anlaşılmazlıq divarını humanitarlarla təbiət elmlərinin arasında formalaşmış anlaşılmazlıq divarını uçurda biləcək bir paradigmadır. Maraqlı yenə bir misal çəkim. Bəs bunun tarixi nə vaxt elmin populyarlaşdırılması? Bu Aristotelə gedib çıxır, Nizami Gəncəviyə gedib çıxır. İndi siz təsəvvür edin, birdən-birə Aristotel fizika yazır, poetika yazır, politika yazır, başqa əsərlər yazır. Bəs Yunan cəmiyyətinin səviyyəsi hansı həddə idi ki, onlar həm poetikanı oxuyub başa düşürdülər. Bir dənə Aristotelin akademiyası var idi. Yunan cəmiyyətinin səviyyəsi hansı səviyyədə idi ki, onlar Aristotelin birdən-birə yazdığı fizikanı, astronomiyanı, poetikanı, politikanı başa düşdülər. Və müasir cəmiyyətdən danışanda, müasir cəmiyyət hansı səviyyədədir ki, fərz eləyək ki, Hawking nəzəriyyəsini oxuyur, başa düşür, populyarlaşdırılmamış və s. Bayaq çıxışçılardan biri çox maraqlı bir ifadə işlətdi. Alim mi sifariş verməlidir dövlətə? Mən bu tədqiqatla məşğul olmam, yoxsa dövlət sifariş verməlidir? 2014-cü ildə Massachusetts professorları Barry Baruch, Kip Thorne və Bernard Vines Amerika prezidentinə müraciət elədilər ki, kişi, bu Einstein 95 il bundan əvvəl gravitasiya zərrəcikləri anlayışını
tapıb. Və elm bu qədər inkişaf edib. Ayıb deyir, biz bunu necə tapmayaq? Hökumət deyir ki, bəs siz nə istəyirsiniz? Deyir, bizə 1 milyardlıq laboratoriya lazımdır. Biz hesaplamışıq. 1 milyardlıq Massachusetts'də laboratoriya qoyurlar. 2017-ci ildə gravitasiya zərrəciklərini tapırlar. Nobel mükafatı alırlar və başlayırlar sonradan gravitasiya zərrəciyini populyarlaşdırmağa. Bu nədir? Bu nədən irəli gəldi? Bunun fəlsəfəsi nədir? Yalnız gənclər bunun vasitəsilə elmə gələ bilərlər. Və bayaq yenə Şahin bəylə maraqlı bir söhbət elədik. Bunlar 21 yaşında etdikləri kəşfdən, fərz eləyək ki, Zahid bəy Nobel alandan sonralar da qələmi yerə qoymuyorlar. Sonraki bütün fəaliyyətləri elmin populyarlaşdırılması ilə bağlıdır. Sonraki bütün fəaliyyətləri demək bitmir. Ona görə də mən bir neçə təklif vermək istəyirəm. Dəyərli jurnalistlərimiz də buradadır. Birincisi, elmin populyarlaşdırılmasının bir saytı yaradılmalıdır. Çox təəssüflər olsun ki, bu yoxdur. Yəni, mən burada elmlə məşğul olan insanlara bir şəxsin adını çəkmək istəyirəm. Brockman. Bütün dünyada elmi populyarlaşdırır. 50 milyon izləyicisi var Zahid bəy. Saytı, onun saytı deməli edge.org. O nə edir? O bütün Nobelçilərə, Fields mükafatçılarına deyir ki, ən qısa öz sahəsinizdə elmi esselər yazın. Elmi esselər. İkincisi Zahid bəy, elmi esselər yazılmalıdır. Bu janr bizdə yoxdur. Üçüncüsü, hər bir elm sahəsi üzrə ən faydalı deməli elmi populyarlaşdıran Nobelçilər və Fields riyaziyyat mükafatçıları, kimyaçıların əsərləri tərcümə olunmalıdır. Mən Zahid bəyə təşəkkür edirəm. Zahid bəy sosiologiya elmini populyarlaşdırdı. Anthony Giddens'in sosiologiya lüğətini deməli tərcümə etməklə. O demək dəyərli dostlar, o lüğətin bəlkə də bir 50 il istifadə eləmək olar. Çünki onu Anthony Giddens tərtib eləyibdir. Sonra hörmətli Anar müəllim dedi, fənlər arası elmin fəlsəfəsi anlaşıldırmalıdır tələbələrə. Bu da populyarlaşmaya doğru gedən yoldur. Elmin populyarlaşdırılmasına. Universitetlərdə elmin populyarlaşdırılmasına dair xüsusi kitabxana rəfləri yaradılmalıdır. Və düşünürəm ki, bu təkliflər, bilmirəm, həyata keçirilə bilər ya yox. Biz o mərkəzdə bunları həyata keçirməyə çalışırıq. Ancaq bütün hallarda gənclərin, sonra bir məsələni də deyim, yuxarı sinif şagirdləri və tələbələr üçün bir mütaliə klubu yaratmaq lazımdır. Elmin populyarlaşdırılmasını təşviq etmək lazımdır. Digər tərəfdən, məsələn, mən fikrimi bitirirəm. Zahid müəllim, tədbirə görə sizə təşəkkür edirəm və mən bu yaxınlardan Şahin bəy bir Alman jurnalistikası üzrə professorun kitabını sizə göndərərəm, almışam. O da jurnalistikanı populyarlaşdırıb. Professordur, o deyəsəm Berlin Universitetində. Kitabın adı belədir. Necə sual verməli? Как задавать вопросы? Bir sualı çox sadə hesab edirəm. Bu professorun özünün elmi qənaətləridir. Təşəkkür edirəm hamınıza dinlədiyinizə görə, sağ olun.